Salam, axşamınız xeyir. Hadisənin bugün olan buraxılışını təqdim edirik. Studiyada İlham Məmmənzadədir. Bugün saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Araz zavodunun utilizasiya sahəsində partlayış baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar, Müdafiə Sənayesi, Daxili İşlər, Səhiyyə Nazirliklərinin və Baş Prokurorluğun əməkdaşları, həmçinin Fövqəladə Hallar Nazirliyinin maşın, mexanizm və canlı qüvvəsi cəlb olunub. Zəruri birgə tədbirlərin görülməsinə başlanılıb. Partlayışın genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində müəssisənin 2 əməkdaşı Ağamir Məmmədov və İlhamə Nuriyeva dünyasını dəyişib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 24 nəfər təcili tibbi yardım göstərilməsi üçün Şirvan Mərkəzi Şəhər Xəstəxanasına və Şirvan Şəhər Diaqnostika Mərkəzinə çatdırılıb. Digər təxirə salınmaz tədbirlər həyata keçirilir. Tibb müəssisələrinə yerləşdirilən şəxslərdən 14-ünə ambulator yardım göstərilərək evə buraxılıb. Digər 7 nəfərin vəziyyəti yüngül, 3 nəfərin isə orta ağır qiymətləndirilməklə müalicələri davam etdirilir. Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin Azərtaca daxil olan birgə məlumatında deyilir ki, ilkin araşdırmalarla partlayış zavodun utilizasiya sahəsində vaxtı keçmiş müxtəlif kalibrli döyüş sursatlarının utilizasiyaya hazırlıq prosesində baş verib. Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin Araz zavodunda baş verən partlayışla əlaqədar Dövlət Komissiyasının yaradılmasına dair sərəncam imzalayıb. Sərəncama əsasən baş verən hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Baş Nazirin 1-ci müavini Yaqub Eyübovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının tərkibinə aidiyyəti qurumların rəhbər işçiləri daxil ediliblər. Komissiyaya hadisənin baş verməsi səbəbləri və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirə salınmaz tədbirlər müəyyənləşdirmək, həyata keçirmək tapşırılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 2 maddəsi ilə cinayət işi başlanılıb. Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət İstintaq əməliyyat qrupu yaradılıb və digər zəruri prosesual hərəkətlər aparılıb. Hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə kompleks məhkəmə yanğın texniki, partlayış, fiziki texniki, materialşünaslıq, ekoloji, tikinti texniki, əmtəşünaslıq və məhkəmə tibbi ekspertizaları təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Paytaxtda bıçaqlanma hadisəsi baş verib.